Mən Çavuş Zahir Əliyev Sədi oğlu 1987-ci ildə yanvarın 4-də Lerik rayonunun Soru kəndində anadan olmuşam. Mən Lerik rayonunun Soru kəndində yerləşən Təhsin Cəfərov adına tam orta məktəbində 11 il təhsil almışam. Məktəbli olduğum vaxtlarda atamın peşəsinə rəğbət bəsləmişəm, onun məsləyini davam etdirməyi düşünmüşəm. Atam Sədi Əliyev hərbiçi olub, 2005-ci il iyul ayında müddətli həqiqi hərbi xidmətdə çağırılmışam. 2007-ci ilin yanvar ayında hərbi xidmətdən tərxis oldum. 2013-cü ilin may ayında mən Din-daxili qoşunların komandanlığına müraciət etdim və müsbət cavab aldım, müddətdən artıq həqiqi hərbi xidmətə başladım. Qələbəmizlə başa çatan Vətən müharibəsindən sonra ayrı-ayrı tarixlərdə mən işğaldan azad edilmiş Kəlbəcər, Zəngilan, Laçın rayonlarına təhlükəsizlik tədbirlərinin təmini məqsədilə qısa müddətli ezam olunub. Qarşıya qoyulan xüsusi tapşırıqların icrasında heç bir nöqsana yol verməmişəm. 29 iyun 2022-ci ildə tarixli müvafiq əmri ilə mən 3-cü dərəcəli qüsursuz xidmətə görə medalı ilə təltif olundum. 2023-cü ildə sentyabrın 19-dan 20-sinə keçən gecə döyüş tapşırığına başladıq. Döyüş tapşırığının icrası davam etdirilərək